Sözünüz var mı? Ayaq səslə eşitdim. Fətəli Sənayevşər Təbriz və Qarabağı ələ keçirmişdir və regionda olan qüvvələri məğlub etmişdir və qırmışdır. Olar. Daha bəl, buyur, sənin də sözün var mı? Buyur. Hər iki Azərbaycan, hər iki Azərbaycanı birləşdirmək istəyir. Hər ikisi Azərbaycanı görürsünüz, uşaqlarına da yaxşı sözü bilir. Hər ikisi Azərbaycanı birləşdirmək istəyir. Fətəli Sənayevşər Mərkəzi Rəcanı İranda ələ keçirə bilmişdir və burada olan qüvvələrin müqaviməti qırılmışdır. Başqa qüvvələriniz var? Buyur Gülar. Həm də orada deyə bilərdik ki, Fətəli Sənayevşər maraq hadisələri özünün asıbılısını saldı, amma o işğal etdiyi torpaqlarda möhkəmlənmirdi. Digər torpaqlara hücum edirdi. Amma işğal etdiyi torpaqlarda əgər möhkəmlənsəydi, onlarda daha yaxşı qazanar Fətəli Sənayevşər. Yaxşı. Başqa sözünüz var? Buyurun. Bir də ki, Fətəli Sənayevşər Qarabağa hücum edib, o özünün asıl vəziyyəti salmışdı, lakin Hacı Cəlal bunu eləyə bilməmişdi. Oldu, çox sağ olun. Yaxşı, növbəti qrup təqdimatı. Uşaqlar, gördüyünüz kimi bu şifahi təqdimatı sizə nə tapşırılıb? Qızılqaya xəyrəti adlanan hadisəni təsvir edin. Gəlin bura görün. Bunlar qısaca Qızılqaya xəyanətini bizə canlı-canlı çatdıracaqlar. Buyurun. 1752-ci il idi. Şəki xanının güclənməsi Gürcü şarı 2. Rakini narahat edirdi. Ona görə də o, Azərbaycan xanlarını ittifaqa dəvət elədi. Bu ittifaqa ilk Qarabağ xanı Pənah xan razılıq verdi. Daha sonra digər xanlar da ittifaqa qoşuldular. Hacı Çələbiyə 2. Rakinin xəyanəti barədə məlumat çatdırdılar. Hacı Çələbi qoşununu Kürün sol sahilində yerləşdirmişdir. Hamı gözləyirdi ki, müttəfiqlərin qoşunu gəlsin, hücum edib qırdıqlarını qırsınlar, qırmadıqlarını köçsünlər sayar. Hacı Çələbi xan öz yaxın adamlarını divana toplayır və məsləhətləşir. Ağalar, məsləhətiniz nədir? Xan baba, məsləhət qudanındır. Əlimizə yaxşı fürsət düşübdür. Quyu qazan özü quyuya düşübsə, biz niyə onu çıxartmalıyıq ki? Ağalar, nə tədbir görürsünüzsə görün, kürü keçmək bu işin içində olsun. Xan sağ olsun, biz fikirləşirdik ki, kürü keçmək bu işin içində olmasın. Bir halda ki, məsləhət görürsən, kürü keçək. Ona görə kürü keçmək lazımdır ki, müsəlman xanları Xaspərəs xanının, yəni 2. Rakinin əlinə keçibdir. Diri bir qardaşlarımızı zindandan qurtarmaq bizim qardaşlıq borcumuzdur. Ədavətimiz isə sonraya qalsın. Qoşunu qaldırıb, kürü keçək. Gecə ikən kürü keçirlər. Şeyx Nizaminin məqbərəsi önündə iki qoşun üz-üzə gəlir və Hacı Çələbi xan Azərbaycan xanlarını azad edir və deyir. Camaat, biz öz məmləkətimizdə yola getməsək də, didişdəkdə, yadlar üzərimizə ayaq açanda, müqəddəs torpağımıza ayaq basanda, biz bir yumruq kimi birləşməliyik. Bizi özgələri qızışdırır, parçalayır. Şəki Qarabağa, Qarabağ Naxçıvan Təbrizə söykənməsə, bizi xalqa kimi udarlar. Çox sağ olun uşaqlar. Uşaqlar, Qızılqaya hadisəsini qısaca bir ifadə elədik. Nəysə anlaşıla bildi mi uşaqlar? Qızılqaya hadisəsi, xəyanəti hadisəsi nəzərinizdə canlandı yoxsa yox? Ən çox hoşunuza gələn dediklərinizin hansı bir nəticəni çıxardınız? Bax, təsvir elədiniz, şagirdlərlə dinlədik. Nə nəticə çıxdı bu dediklərinizin? Buyurun. Bu nəticə çıxarmaq olar ki, Azərbaycan xanları Bağlı cəbhədə bir yumruq altında birləşsəydilər, Qızılqaya xəyanəti əsas onu göstərir ki, Azərbaycan xanları bir yumruq altında birləşmədiyinə görə bu hadisələr olub. 2. Rakib hücum edib Azərbaycan xanlarına. Biz həmişə özgə yumruq altında birləşmişik. Özgə yumruq altında birləşmişik. Öz aramızda isə ittifaq yaratmaq bizə biraz çətin oldu həmişə. Sözünüz var uşaqlar? Əgər Azərbaycan xanları güc birlikdədir deyib birləşsəydilər, vahid Azərbaycan dövlətini yarada bilərdilər. Nəinki öz aralarında didişib Azərbaycanı parçalamaq əvəzinə. Qızılqaya hadisəsi digər xanlara bir dərs oldu mu? Mən qısaca bunu deyə bilərəm ki, Qızılqaya xəyanəti bizim ən ağır hadisələrimizdən biridir. Mən qeyd edək ki, bu xəyanət heç onlara təsir etmədi. Yenidən parçalanma davam etdi. Onlar bir-birilə yenidən ədavətlər apardı. Bu hadisə Şiraz qonaqlığında yenidən təkrar olundu. Şiraz qonaqlığında təkrar olundu. Növbəti qrupun təqdimatı sizin qrupun təqdimatı şifalidir. Sizə nə tapşırdım? Bir dəqiqə olmaz. Orada bir hansı hadisə? Asosiasiya yaradır. Asosiasiya sözünü ən çox hansı fəndə işlədik? Asosiasiya. Nə demək asosiasiya? Uzlaşdırır, birləşdirir və onlarla uzlaşdırır. İki hadisəni uzlaşdırmaq. Burada necə uzlaşdırmışsınız? Biz Qızılqaya xəyanətinə əsasən Şiraz qonaqlığına uzlaşdırmışıq. Şiraz qonaqlığı əsasən 1763-cü ildə başlanmışdı və Qızılqaya xəyanəti isə 1752
Bundan da əlavə məqsədləri eyni olmuşdur. Çox sağ olsun, olmaz. Davam edin. Qərarə xanımlarımıza girov götürmüş və onları öz vətənlərindən ayrı sanırlar və buna baxmayaraq xanlıqlar yenə də azad olmuş və öz xanlıqlarında, dövlətlərində hökmranlıq etməyə davam etmişlər və bundan da belə nəticə çıxarmaq olar ki, bizim xanlıqlarımız bir özgə yumruq altında birləşir və öz xanlıqlarımıza qarşı vuruşur. Çox ağırsan və birlik sənin bizim xalqımıza biraz zəif. Yaxşı. Sözünüz var inşallah bununla? Nəsə demək istəyirsiniz? Bundan belə fikir gəlir ki, hər iki xəyanətdə xanlar arasındakı ziddiyyətdən istifadə edən yadelilər Azərbaycan torpaqlarına hücum edib, onları işğal etməyə çalışmışlar. Çox sağ olun Mərləşin. Növbəti axırıncı göstərir. Sizin tapşırıq belədir. Hadisələrin fəaliyyətini qiymətləndirin. Qiymətləndirən hadisə, sənin görəmizsizliyindən hansı hadisəni götürmüşsünüz? Biz hadisələrin 1748-ci ildə Təbrizə hücumunu, 1748 sonra daha sonra isə 1748-ci ildə Qarabağa hücumunu, Gürcülərlə mübarizəsini və nəhayət Qızılqaya xəyanətində hadisələrin rolundan qiyməti. Buyurun, birinciyə nə yazmışsınız? Təbrizə hücumunu mən düzgün qiymətləndirirəm. Yəni müsbət qoyursunuz. Müsbət deyil. Niyə? Müsbət tərəf qiymətləndirirəm. Çünki bilirik ki, ta qədim zamandan Təbriz şəhəri Azərbaycanın bir sıra dövlətlərin paytaxtı, mərkəzi şəhəri olmuşdur. Bu baxımdan da hadisələri düzgün siyasət verirək, o istəyirdi ki, Təbriz də öz ərazisində, vahid Azərbaycan regionunda olsun. Bu baxımdan düzgün qiymətləndirirəm. Bunun yəni mənfi cəhəti yoxdur. Daha sonra isə Qarabağa hücumunu 1748-ci ildə Qarabağa hücumunu isə mən mənfi qiymətləndirirəm. Çünki Qarabağda Şəki xanlığı kimi güclü xanlıqlardan biri idi. Gərək Hacı Çələbi, Urmiya xanı, Fətəli xan Əfşar kimi biraz ittifaqa meyilli olsaydı, Qarabağ xanı ilə ittifaqa girərdi və bir yerdə güc birlikdədir deyib, bir yerdə Azərbaycan dövlətidir. Növbəti isə Gürcülərlə mübarizəsidir. Gürcülərlə mübarizəsini də düzgün qiymətləndirirəm. Çünki bu Gürcülərlə ikinci İraqli yadevli idi. Azərbaycana hücum edirdi. Azərbaycanı parçalamaq istəyirdi. Bu baxımdan da o Şəki xanı Hacı Çələbi düzgün siyasət yeridərək yenə də ondan mübarizə aparırdı. Qızılqaya xəyanətində Hacı Çələbin rolu isə yenə Hacı Çələbin burada rolu düzgündür. Çünki Hacı Çələbi xəyanətə uğrayan Azərbaycan xanlarını azad etdi və onlara bildirdi ki, gərək bir yerdə olaq. Bu baxımdan da düzgündür. Çox sağ olun. Əlavəniz var sizin qrupdan yoldaşınızın? Gürcü çayı ilə ittifaq edən Hacı Çələbi 1752-ci ildə Borçalı və Qazağı geri qaytardı. Mən bu ittifaqın üstü qiymətləndi. Ən çox Borçalı və Qazağı geri qaytarmasını daha müsbət qiymətləndirirsiniz. Başqa? Bundan başqa bunu da qeyd etmək olardı ki, əvvəlcə həmin xanlar, girov götürülmüş xanlar Hacı Çələbiyə qarşı birləşib, ona qarşı mübarizə aparırdılar. Lakin hər şeyə rəğmən Hacı Çələbi bütün xanları girovluqdan azad etdi. Yəni, ən çox yoxdur dəyərləmişsiniz. Burada nə deyərik? Hacı Çələbinin rolu var. Hacı Çələbi hansı bir hərəkət elədi xanları azad etməklə? Hansı bir hərəkət, hansı bir işi gördü? Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yaxşılığa yamanlıq hər kişinin işidir. Yamanlığa yaxşılıq hər kişinin işidir. Yəni, Hacı Çələbi baxmayaraq ki, bu xanlar ona pislik elədi. Ancaq öz yeni girovluqdan azad etdi. Yaxşılığını unutmadı, yaxşılıq elədi. Yəni, yaxşılıq eləmək hər adamın işidir. Nə demək istəyir var? Məncə də onu demək olar ki, Hacı Çələbi xan öz düzgünlüyünü mən burada göstərdi ki, çünki Pənah xanının qalib gəldikdən sonra o belə demişdi. Pənah xanım günə gəlir, sikəsi gümüşü idi, biz gəldik ona sikə vurduq və qayıtdı. Yəni burada ondan nəticə çıxarmaq olar ki, Hacı Çələbi öz düşmənini belə qiymətləndi. Baxmayaraq ki, onun düşməni idi, ancaq onu qiymətləndi ki, Pənah xan mənim kimi bir xana qalib gəldi. Bununla da onu qiymətləndi. Çox sağ olun uşaqlar. Gəlin nəticə çıxar. Gözünüzdən çıxartmasın. Bax, indi bütün bu dediklərimizlə nə nəticəyə gəlir? Tədqiqat sualımız necə idi uşaqlar? Tədqiqat sualımızı xatırlayırsınız? Hacı Çələbinin Azərbaycan tarixindəki rolu nədən ibarət? İndi nə nəticəyə gəlir? Hacı Çələbi hansı rolla oynadı Azərbaycan tarixində? Bax, konkret bütün bu danışdıqlarımızda indi nəticə, konkret bir fikir deyil.
Baxaq görək, nə deyəcəz buyurun? İlk müstəqil dövlət yaratdı, yarı şəkil halında yaratdı, niyyətsiz dedi. İlk müstəqil, necə ilk müstəqil? Yəni belə deyək də, neçə vaxt idi ki, bizim dövlətçiliyimiz itirilmişdir? Yox idi səfərlərdən sonra dövlətimiz yox idi, amma bu onu yaratır. Onlar daha nə deyərik? Gəldi ki, Həd Çələbi vaxtı ilə itirilmiş və torpaqlarımızın geri qaytarılır. İtirilmiş torpaqlarımızı da qaytarır. Bu da böyük oldu. Və bunun nəticəsində dövlətin müdafiəsini yaratılır. Dövlətçiliyi bərpa edib. Onlar daha Azərbaycanı birləşdirmək siyasəti aparmışdı. Azərbaycanı birləşdirmək siyasəti aparmışdı. Lakin bu baş tutmamışdı. Demək o, nəticəniz sizin dediklərinizin üstə düşürmü? Müstəqil xanlıq elan edib, dövlətçiliyi bərpa edib, istiqlaliyyətini möhkəmləndirmək və ərazisini genişləndirmək. Yəni, Hacı Çələbinin bu hücumları həm də onun ərazisini genişləndirmək siyasəti məqsədi güdürdür. Və ən əsası isə Azərbaycanı vahid dövlətdə birləşdirmək siyasətidir. Ən vacib budur. Bəs onun vahid dövlətdə ən böyük rolu budur. Birləşdirmək siyasəti uşaqlar nə ilə nəticələndir? Nəticə nədir deyərik? Birləşdirmə siyasəti nə ilə tutardı? Haralarsa birləşdirib, yoxsa heç nəyə birləşdirə bilmədi əsmən? Haraları birləşdirib? Təqdimat elədiniz, xəritə var. Borçalını, Qazaq, Şəmşəddin, Carbalakən və Ələş, bir də Qəbələ Sultanlıqları. Demək olur, birləşdirmə siyasətin nəticəsi belədir. 50-ci illərdə Carbalakən yalnız, yəni vahid Azərbaycan istəyirdi. Yalnız Carbalakən, Qazaq, Şəmşəddin, Qəbələ və Ələş. Şəkildə isə görürsünüz, bu şəkili Əsmər bizə orada təsvirləməyə çalışdı. Biraz birləşdirmə yerləri tam məlum olmadı. İndi bir də bütün sirri nəzərdə çatdırıram uşaqlar. Şəkil xanımda Azərbaycanın bax bu gördüyünüz ərazini vahid dövlətdə birləşdirə bilir. İndi Hacı Çələbinin rolunu biz dəyərləndirə bildik, müəyyənləşdirə bildik, yoxsa yox? Yoxsa aydın olmadı sizə? Nə üsulla müəyyənləşdirdiniz? Hacı Çələbinin tədqiqat edərək, nə üsulla siz nəticə aldınız ki, bunu eləyik? Hansı üsullardan istifadə elədik biz? Nədən istifadə edik? Müqayisə elədik. Beləliklə uşaqlar, siz bütün bu işləri görməklə Hacı Çələbinin fəaliyyətini tətbiq edirik. Uşaqlar, biz tədqiqat mərhələsinə yekun vurmaq istəyirəm, ancaq sonra bizim bir dənə işimiz var. Tədqiqat mərhələsinə yekun vuraq. Təhlil və müqayisə bacarığı. Təhlil edən qrupa birinci qrup idi, müqayisə isə üçüncü qrup. Hər iki qrupa iş qiymət yazıram. Xəritə üzərində işləmək bacarığı. Xəritə üzərində iş biraz çox idi. Yaxşı da işlədin, yox, sənə də 5 yazırım, ancaq bir balaca nəsə gecikdim. Şəxsiyyətin rolunu qiymətləndirmək bacarığı. Siz neçə yazırsınız uşaqlar? Gəl mənə kömək edin, qiymətləndirək onu. Necə qiymətləndir? Sizcə düzgün mü apardı qiymətləndirməni? Hacı Çələbiyə düzgün mü qiymətdir? Yenə bir əlaqələndirmə və təsvir etmə bacarığı. Qızılqaya xəyanəti haqqında təsəvvürünüz yarandı yaxşı. Kimyaçılar necə? Assosiasiya yarada bildilər, həmişə maddələri assosiasiya edirdiniz. Hadisələri assosiasiya edə bildiniz, bildilər uşaqlar. Burada gəlin olaraq. Bütün uşaqların tədqiqat bacarığını 5 qiymətləndirirəm. Bugünkü dərsdə fəal iştirak elədiyinizə görə. Uşaqlar, nəticəyə gələk. Hacı Çələbi Azərbaycanın vahid dövlətini birləşdirə bilmədi. Ən mənfi cəhət isə o idi ki, nə çatmadı Hacı Çələbidə? Həmrəylik. Elə mi uşaqlar? Qarşıdan isə nə gəlir? Hansı bir bayram gəlir? Dünya Azərbaycanlılarının həmrəylik günü. Görürsünüz uşaqlar, həmrəy olmaq lazımdır. Əgər biz həmrəy olmasaq, bizim öz problemlərimizi həll eləyə bilməyəcək. Məhz uşaqlar, xanlıqlar dövründə yaranmış bu hərcmərcilik, bu ədavət sonradan Azərbaycanın başına çox işlər gətirir. Gülüstan müqaviləsi ilə Azərbaycan Araz çayı ilə 2 yerə bölündü. Xanlıqların xəritəsinə baxırsınız. Müasir Azərbaycan ərazisinə baxırsınız. Demək, bu ədavət, bu çəkişmə, bu ziddiyyət Azərbaycanın sinəsində Araz boyda bir şırım açdı. Bugün də Azərbaycan vahid dövlətlər deyil. Şimali Azərbaycan və Cənubi Azərbaycan deyilən bir dövlətlər var. Daha doğrusu Cənubi Azərbaycanda dövlətimiz yoxdur, o İran dövlətinin fərqdir. İndi isə uşaqlar, istəyirəm yaradıcı bir tapşırıq həll edək. Tədqiqat işimiz başa çatır. Yaradıcı bir tapşırıq istəyirəm həll edək. İndi sizə mən xanlıqların xəritəsini verəcəm. Bu tapşırıq biz aldığımız
evdə də edə bilərik. Bu demək, gördüyünüz bu şəkildə Azərbaycanın müasir xəritəsinin təsvirini almaq lazımdır. Vaxtımız çatmadığına görə evdə də biz bunu davam elətdirə bilərik. Bəli, cənab tapşırımız bilədir ki, xalqların xəritəsindən kimə çatmaq? Azərbaycanın təsvirini alın. Və bu təsvir alarkən uşaqlar, hansı fikirlər ağlınıza gəlirsə, evdə buna aid essay yazıb gətirəcəksiniz.